Hamıya salamlar, mən Milək Bərəsanov. Bu gün sizə meyvələrdə böyük zərərə səbəb olan alma içqurdu haqqında məlumat verəcəm. Sidia pomonella olaraq adlandırılan bu zərərverici əsas olaraq alma, heyva, armud, şaftalı və nektarində zərər meydana gətirir, amma digər meyvələrdə də içqurdu olaraq zərər yaradır. Əsas olaraq 15-20 dərəcə temperatur artdıqdan sonra artıq yumurtadan çıxmağa başlayır və meyvə içərisini yeyərək meyvənin vaxtından əvvəl inkişafının dayanmağına və tökülməyinə gətirib çıxarır. Bu da meyvənin keyfiyyətini azaldaraq bazar dəyərinin düşməyinə gətirib çıxarır. Bu zərərverici ildə 2-3 dəfə iqlimdən asılı olaraq yumurta qoyduğuna görə ildə bir dəfə dərmanlama etmək bu zərərvericiyə qarşı effekt vermir. Buna görə il ərzində 2-3 dəfə dərmanlama olunmalıdır. Bunu təyin edə bilmək üçün isə əsas olaraq feromon təllələrdən istifadə edilir. Dekara 2-3 tələ olacaq şəkildə feromon təllər quraşdırılır və ərgin fərdlər feromon təlləri düşərək artıq zərərvericinin gəldiyi və yayılmağa başladığı müşahidə olunur. Bundan sonra isə artıq dərmanlamağa başlanılır. Bu zərərverici əsas olaraq Leptoptera cinsinə olduğuna görə kəpənəklər vasitəsilə yumurtaları meyvə içərisinə yerləşdirir. Bu zərərvericiyə qarşı bir neçə aktiv maddədən istifadə edə bilərik il ərzində. Deltametrin, spermetrin, alfa spermetrin, lambda siqaretin tərkibli aktiv maddəli inseksidlərdən istifadə edilərək bu zərərvericinin qarşısı alına bilər. Yaxşı olar ki, dərmanlama zamanı bir aktiv maddədən deyil də fərqli aktiv maddələrdən istifadə olunsun. Çünki bir aktiv maddədən çox istifadə edildikdə zərərvericiyə immunitet yaranır və artıq aktiv maddə ona təsir etməməyə başlayır. Əgər sizin meyvələrdə də meyvə içqurdu zərər görülürsə, yaz aylarında feromon təllər quraşdırılaraq populyasiya təyin olunmalı və dərmanlamaya başlanılmalıdır.